2015-ci ildə Bakıda keçiriləcək 1-ci Avropa oyunları ərəfəsində mədəniyyət abidələrinin hazırlığı ilə maraqlamaq məqsədi ilə Avropa oyunlarının təşkilat komitəsinin sədri Mehriban Əliyeva Atəşkəh məbədi Dövlət Tarixi Memarlıq qoruğuna gəldi. İlk Avropa oyunlarına ev sahibliyi edəcək ölkəmizi Avropa bayramı hesab edilən oyunlar zamanı çox sayılı qonaqların ziyarət edəcəyi gözlənilir. Bu isə bir daha Azərbaycanın, o cümlədən ölkəmizin mədəniyyətinin dünyada daha da yaxşı tanıdılması və təbliği üçün gözəl fürsətdir. Azərbaycanın maddi mədəniyyət abidələri sırasında Bakının Suraxanı rayonunda yerləşən UNESCO-nun dünya irsinin ilkin siyahısına daxil edilən Atəşkəh məbədi Dövlət Tarix Memarlıq qoruğunun özünə məxsus yeri var. 1-ci Avropa oyunlarının təşkilat komitəsinin sədri mədəniyyət obyektlərinin vəziyyəti ilə tanışlıq məqsədi ilə qoruqla tanış oldu. İlk Avropa oyunları zamanı ölkəmiz növbəti dəfədə öz qüdrətini, xalqımızın qonaqpərvərliyini, Azərbaycanın dinamik inkişafını Avropaya və beləliklə bütün dünyaya nümayiş etdirmək üçün lazım işlər görür. Mehriban Əliyeva oyunların təşkilat komitəsinin hələ ilk iclasında bildirmişdi ki, 1-ci Avropa oyunlarını ev sahibliyi edən Bakı şəhərinin tədbirə hazırlanması xüsusi önəm daşıyır. Və görüləcək tədbirlər sırasında turizm marşrutlarının və mədəni proqramların tərtib edilməsi xüsusi əhəmiyyətə malikdir. Atəşkəh məbədi isə tarixi əhəmiyyətinə görə ən maraqlı abidələrdən biri sayılır. Atəşkəh 17-18-ci əsrlərdə təbii qazların çıxdığı əbədi, sönməz alovların yerində inşa edilən od məbədidir. İndiki ibadətgah da atəşpərəstlərin, zərdüşlərin qədim məbədlərinin yerində tikilib. Bu məbədlər təqribən 2-3-cü əsrlərdə inşa olunub. 17-ci əsrdə məbədin ətrafında bir-birinin yanında ibadətxana, 26 hücrə və karvansaray inşa edilib. Buradakı vəziyyətdən razılığını bildirən Mehriban Əliyeva öz tövsiyələrini verdi.